Salam dəyərli şagirdlər. Gəlin belə bir məsələyə baxaq. Hidrogen və oksigenden ibarət 64 qram qaz qarışığına 7 mol oksigen əlavə edilən zaman guruldayıcı qaz qarışığı əmələ gəlir. İlkin qaz qarışığında neçə qram oksigen olduğunu və alınan qaz qarışığında qazların ümumi mol miqdarını hesablayın. Deməli, deyir ki, hidrogen ilə oksigen qazlarının birlikdə kütlələri cəmi 64 qramdır. Deyir, buna əlavə ediblər 7 mol oksigen və alınıb guruldayıcı qaz qarışığı. Biz bilirik ki, guruldayıcı qaz qarışığının əmələ gəlməsi üçün hidrogen ilə oksigenin mol nisbətləri 2-nin 1-ə nisbətdə olmalıdır. Yəni 2x mol hidrogen götürürəmsə, x mol da oksigen olmalıdır ki, guruldayıcı qaz qarışığı alınsın. Gəlin hidrogen və oksigenə mollar verək. Hidrogenin molunu götürürəm A, oksigenin molunu götürürəm B. Hidrogendən göründüyü kimi əlavə edilməyib, demək ki, A bərabər olacaq neçə? 2x-a. Yəni hidrogen tamdır, yəni 2x moldur. Oksigenden isə 7 mol əlavə edildikdən sonra olub x mol. Yəni yazıram ki, B minus 7 bərabərdir x-a. Bu zaman gətirirəm yuxarıda x-in yerinə qoyuram B minus 7. A-nın qiyməti bərabər olur 2B minus 14-ə. Bunu yadda saxlayıram. Mənə deyirdi ki, hidrogen ilə oksigen qazlarının birlikdə kütlələri cəmi 64 qrama bərabərdir. O zaman yazıram ki 2A minus 32B bərabərdir 64-ə. Belə bir tənliklər sistemi alındı. Neynirəm? Aşağıda gətirirəm. A-nın yerinə qoyuram 2B minus 14. Üstə gələk 32B bərabərdir 64-ə. 4B minus 28 minus 32B bərabərdir 64-ə. 36B bərabərdir 64-dən çıxıram 28-i. B-nin də qiymətini alıram ki, buradan 1. Mənə deyir ki, birinci sualımızda ilkin qaz qarışığında neçə qram oksigen olub? Mən tapdım ki, B 1-ə bərabərdir. İlkin qaz qarışığında 1 mol oksigen var. 1 mol oksigenin də kütləsi 32 qrama bərabərdir. Deməli, birinci sualımızın cavabı olacaq neçə? 32 qram. İkinci sualımızda isə deyir ki, alınan qaz qarışığında qazların ümumi mol miqdarını hesablayın. Aha, B-ni tapdıq ki, 1-ə bərabərdir. Gətirirəm burada yerinə qoyuram. A bərabərdir 2 vuraq 1, üstə gələk 14. O da bərabərdir 16-ya. Deməli, A-nı tapdım 16. İlkin qaz qarışığında 16 minus 1, 17 mol qaz qarışığı var idi. Əlavə olundu 7-si. 17 minus 7 bərabər olacaq 24 mola. Deməli, alınan qaz qarışığında qazların ümumi mol miqdarı bərabər olacaq 24-ə.